Salam əziz dostlar, bugün 18 iyun, bildiyimiz kimi tədris dövrü artıq başa çatmışdı. Amma tələbələrimiz öz mövzuları ətrafında slaydlar hazırlamağa davam edirlər. Hərəsi fərqli, maraqlı mövzulardan slaydlar hazırlayıb sizin üçün təqdim edəcəklər. Hüseyn Uğur, mənim köhnə tələbələrimdən hansı slayd hazırlamağa çalışırsan? DJ Teledoranın Mission Pad haqqında slayd hazırlayıram. Yaxşı, çıxışında uğurlar arzulayıram sənə. Uluzadə Uğur, hansı mövzunu seçmisən? Arsi və növləri haqqında slayd hazırlayıram. Hansı mövzulara toxunmusan, qısaca bizim üçün göstərə bilərsən? Arsi nə deyir, onu izah eləmişəm və bir də ki, Arsinin növləri haqqında vurğulamışam. Çıxışında uğurlar arzulayıram. Fuad İmanlı, Fuad hansı mövzu? Təyyarə tipləri və aerodinamika fərqləri haqqında. Hansı mövzulara toxunmusan? Burada təyyarələrin tipləri, mülki təyyarə, hərbi və digər təyyarələr haqqında məlumat vermişəm. Bir də həmçinin təyyarələrin aerodinamik fərqləri haqqında məlumat vermişəm. Çıxışında uğurlar arzulayıram. Sağ ol. Munir, mənim yeni tələbələrimdən biri. Elektronika həddindən artıq böyük həvəsi var. Munir, hansı mövzudur bu? Bölümlü qanun haqqında məlumat. Bernoulli qanunu. Şəkildən gördüyüm qədərilə maraqlı nöqtələrə toxunmusan öz mövzunda. Çıxışında uğurlar arzulayıram. Sağ ol. Hüseyn Məhərrəmli, hansı mövzunu seçmisən? Aerodinamika nədir? Aerodinamika nədir? Qısaca göstərə bilərsən, hansı mövzulara toxunmusan? 4 aerodinamik qüvvə, Hı. çətin istiqamət topları, power və stil vəziyyətləri. Maraqlı mövzudur. Çıxışında uğurlar arzulayıram. Deyilənə görə bizim sinifin ən sevimli tələbəsidir Siyavuş Əliyev. Siyavuş, necəsən? Yaxşıyam, siz necəsiz? Sağ ol, Siyavuş. Siyavuş, hansı mövzunu seçmisən? DJ Telodronu. DJ Telodronu. Telodronun uçuş müddəti nə qədərdir? 13 dəqiqə. 13 dəqiqə. Bu Telodronu kodlana bilir də. Bu hansı proqramlardan istifadə etmək olar? Dronblocks, Rag. Yaxşı. Çıxışında uğurlar arzulayıram, Siyavuş. Nicat, bizim köhnə tələbələrimizdən, aktiv tələbələrimizdən biri. Nicat artıq bir çıxışını başa vurub, onu sizə təqdim etmişik. Növbəti çıxışı üçün hazırlaşır. Nicat, bu dəfə hansı mövzunu seçmisən? Newtonun 3-cü qanunu haqqında araşdırma deyirəm. Yaxşı, Nicat, sənə də çıxışında uğurlar arzu edirəm. Belə dostlar, gördüyünüz kimi tələbələrimiz müxtəlif maraqlı mövzular seçib və onları sizə təqdim etmək üçün çalışırlar. Bizi izləmədə qalın. Çalışırıq ki, sizin üçün müxtəlif mövzulara toxunaq, müxtəlif təyinatlı dronlar hazırlayaq və öz layihələrimizlə sizi yaxından tanış edək. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.